Gürcüstanda 3 gün davam eden 100 kilometrlik yürüyüş başladı. Martın 29'u Dmanisi rayonundan başlayan yürüyüş 31 Mart'ta iştirakçıların Tbilisi'ye daxil olmasıyla yekunlaşıb. 3 gün ərzində iştirakçılar 4 şəhər, 20 kənddən keçiblər. Yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə baş tutan yürüyüşdə iştirakçılar "Ey Gürcüstan, qalx, ədalətsizliyə qarşı üsyan et, yansın oliqarxiya" şüarları səsləndiriblər. Etirazçılar Azərbaycanlıların kompakt yaşadığı Dmanisi, Bolnisi, Marnueli, Qardabanidən keçiblər. Yol boyunca etirazçılara başqa iştirakçılar da qoşulurdular. Yürüyüş iştirakçıları gündəlik 8-10 saat yol qət edirdilər ki, növbəti şəhərə çatsınlar. Bolnisi və Marnueli meriyaları qarşısında aksiyalardan iştirakçılar gecəni çadırlarda keçirir, yol boyunca qısa fasilələrdə dincəlirdilər. Martın 31'i axşam 100 kilometrlik yürüyüş iştirakçıları Tbilisiyə daxil olaraq Rustaveli prospektində parlament qarşısında Gürcüstanın suverenliyi ilə bağlı keçirilən aksiyaya qoşuldular. Yol boyunca etirazçılar Baş Prokurorluq və Gürcü Arzusu Partiyasının baş ofisi qarşısında dayanaraq şüarlar səsləndiriblər. Həmçinin Tbilisidə yerləşən Azərbaycan səfirliyi qarşısından keçərkən Azərbaycan dilində hər yan korrupsiya, hər yan haqsızlıq, yansın oliqarxiya şüarları səsləndirilib. Hər bir kənddə əlimizdən gəldiyi qədər insanlara çatdırmaya çalışdıq ki, bu ölkədə kifayət qədər ədalətsizlik var və hər birimiz onu yaşayırıq və buna qarşı etiraz etməliyik. Və insanlardan görünür ki, insanlar da səsini çıxartmaq istəyir. İnsanlar gördüyürlər ki, kimlərsə bu səs çıxardığında dəstək olsunlar, hər hansı bir etiraz formasında iştirak etsinlər. Ümidvaram ki, bizim bölgədən xüsusən getdikcə bu artacaq. Çünki bölgədə çoxlu problemlər var, hansılar ki dildədir, hansı ki gündəmdədir. Sadəcə olaraq buna daha çox diqqət ayıracağıq və ayıracaqdır. Bu yürüyüşün məqsədi Kemokartli bölgəsində ölkədə gedən proseslərə diqqəti cəlb etməkdir. Bildiyiniz kimi region müəyyən səbəblərə görə informasiya blokadasındadır və məhz kənd-bəkənd, bələdiyyə və bələdiyyə gəzmək bu insanlara mərkəzdə, paytaxtda baş verənləri, ölkədə baş verənləri çatdırmaq və bu etirazın davam etdiyini göstərmək xarakteri daşıyırdı yürüyüş və bugün başa çatdı. Hər bir bələdiyyənin nümayəndəsi hal-hazırda Rustavelidədir və bizim tələblərimiz dəyişməz olaraq qalır. Rejimin, belə deyək, əsirləri azad olunmalıdırlar, yeni seçkilər təyin olunmalıdır və ölkənin xarici və daxili siyasəti konstitusiya çərçivəsinə qaytarılmalıdır. წარმოიდგინეთ 100 კილომეტრ ფეხით გაივლით, აი სასკოლო ლაშქრობებში ხო ყოფილხართ როგორ ახლოვდებიან და ექსკურსიებზე ადამიანები 3 დღის განმავლობაში რომ 100 კილომეტრს გაივლი, როგორ დავახლოვდით, როგორ გავაძლიერეთ ერთმანეთი და ხშირად როცა ახსენებენ რომ ახლა იბადება ახალი საქართველო, ახლა იბადება სამოქალაქო. Gürcüstanın 5-ci prezidenti Salom Zurabishvili Tbilisinin Rustaveli prospektində keçirilən aksiyaya qoşularaq müqavimət platformasının yaradıldığını elan edib. O, bütün partiyaları birləşməyə çağırıb. Platformanın əsas tələbləri növbədənkənar seçkilərin keçirilməsi və müxalifətin vicdan məhbusu adlandırdığı, mitinqlərdə saxlanılan nümayişçilərin azadlığa buraxılması olacaq. Ama mən